Almanyadakı Ermeni Mərkəzi Şurasının sədri Jonathan Spangenberg tədbir iştirakçılarına Almanyanın Xarici İşlər Naziri Annalena Baerbock'un 23 sentyabr 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışını xatırlatdı. O çıxışda Baerbock Azərbaycanın hərbi güc yolu ilə fakt yaratmaq enzimi tənqid edərək etnik ermənilərin qovulmasını qəbul olunmaz adlandırmışdı. Spangenberg həmçinin BMT-nin xüsusi müşaviri Juan Mendes'in fikirləri sitat getirdi. Mendes bu mecburi köçürmə soykırımı konvensiyasının maddəsinə uyğun olaraq qiymətləndirmişdi. Beynəlxalq hüquq yalnız onu müdafiə etməyə hazır olan dövlətlər qədər güclüdür deyə Spangenberg bildirdi və burada işverçi hərəkətə keçdi. Yaxınlarda keçirilmiş bir sorğu göstərdi ki, didərgin düşmüş ermənilərin 87% öz evlərinə qayıtmaq istəyir. Lakin Azərbaycan Qəbristanlıqlara və kilsələrə qısa səfərlə də daxil olmaqla bütün giriş tələblərini rədd edir. Eyni zamanda Azərbaycan erməni mədəni irsini sistemli şəkildə məhv edir və ermənilərin evlərini qanunsuz şəkildə məskunlaşdırır.